Oğul, sənin də toyumu gözləməkdən gözümüzün kökü saraldı. Belə getsə, Əbdüləri dayı. Mənə heç kim qız verməz. Niyə ay oğul? Sən kimdən əskiysən? Maşallah, o boyda zavodun baş mühəndisisən. Saç tökülmək vəzifəyə baxsaydı nə vardı ki? Rəhmətlik babam deyərdi ki, yağış suyuyla başını yuyan adamın saçı tökülməz. Hə? Nədir? Tanımadın məni? Nə deyim valla? Niyə tanımırsan? Rəhmətli babamın məsləhətindən sonra bugünə düşmüşəm də. Bala, sənin bugünə düşməyinin günahı babamın məsləhətində deyil. Bax, o andıra qalmış zavodun havaya bıraxdığı zəhərli tüstüdədir. Yazıq babam hardan biləydi ki, göydən başımıza yağışla, qarla bir zəhər də yağacaq. Hoş gelmiş sana. Ben çay getireyim. Əyləş. Senden bir söz soruşum. Buyur. Qonşuların kimlərdi? Necə adamlardı? Sakit, çox təmiz adamlardı. Əhmədov Yaqubu tanıyırsan? Hə, qapı bir qonşumdur. Hardasa rəysat işləyir. 8 qızı var. Hə, xeyir işləyir. Başa ki, mevçiliyə gəlmişsən. Yox. Elə belə. Onunla da bir balaca söhbətim var. Ha, bu saçarım, mənim gözüm üstə. Solmaz xanım, oradan yağıb şişirdiğine gəlsin bizə. Mən bilmək istəyirəm ki, siz son 2 həftə ərzində öz pasiyentlərinizdən nə kimi rüşvət almışsınız? Siz necə bir baş həkim, yaxşı bilirsiniz ki, mən heç vaxt xəstələrdən rüşvət almıram. Yenə də olsun, fikirləşin. 2 həftə bundan əvvəl mən ağır cərrahi əməliyyat eləmişdim. O qızın babası, siz onu yaxşı tanıyırsınız, bizə gəlmişdi. Bir qoyun cəmdəyi, bir yeşikdə nar gətirmişdi. Biz etiraz elədik Solmaz xanımla, amma... Hə, Abuzəri mən məcbur elədim. Çox səsini də elə qonşuya verdik, qapı qonşuya. Birdən, siz bilirsiniz ki, mən professor Solmaz xanım da Tahsin, bizim aldığımız maaş özümüzə çatır, bizim kimimiz var ki? Bu məktubların hamısını bugünkü axşam poçtundan almışam. Yazır ki, alınan paylar o qədərdir ki, professor yeyə bilmədiyini qonşulara paylayır. Əgər ölçü götürməsəz, lazım olan orqanlara yazacağım. Bax, bunların hamısını sənin qapı qonşun yazıb. Yaxub? Professor, axı mən sizi yaxşı tanıyıram. Əgər tanımasaydım, tanımayanlar inana da bilərlər. Böyük yazıçılardan biri yazır ki, ləyaqətsiz adama həqiqəti söyləmə. Çəkilin, mani olmayın. Qoyun, mən adam kimi ölüm. Dayan görmə kişi. Sən heç bilirsən sən özünü buradan atandan sonra sənin ailən nələr gözləyir? Nə gözləyir? Həngamədir. O qədər xərc çıxacaq. Məsciddə yuyulmağın. İstir kafir. İndi kəfən günah tapılmır. Molla pulu, qəbir pulu. Yan yurasını düzəltmək. Bunlar hamısı puldur, pul. Bir dənə qəbir 6-7 min deyə bu saat. Hələ bu qəbrin yan yörəsi, üstünün yazısı, ayın tarixi, ayataca bizi hara qoyub getmişsən. 15 mindən qutara bilməyəcəksən. Düşürsən, hə? Hələ 3-ü, 7-si, cümə axşamları. Ət lazım olacaq, yağ lazım olacaq. Düyü, çay, qənd, prakatdan palatka, qab-qacaq, stol, stul. Elə bilirsən ölmək asan məsələdir. Odur ki, canım gözüm, qoy sənə kömək edeyim. Yavaş-yavaş düş aşağı. Aləni pis vəziyyətə salma. Gəl əzizim, gəl. Qoy sənə kömək edeyim. Hələ 40-ı deməmişsən, yadından. Hatəm, üzünü görək. Bu saat məni yuxarı çağırdılar, necə lazımdır dərsin verdilər, əcəb elədilər. Dedilər ki, sən özün yenidən qurulmalısan. İşçilər səndən şikayət edirlər, yenidən qurulmağa başa düşməmsən. Dedim, axı, materiallar bizdə yoxdur, mən necə edeyim? Dedilər, bu dövrdə sənin dilinə gələk yox gəlməsi, gəlməsin. Bundan sonra mənim dilimdən yox gəlməsi eşitməyəcəksiniz. Kim material üçün gəlsə, növbədən kənar bıraxın içəri. Mən nə vaxta kimi sizin qapınızda qaralı çəkəcəyəm? Biabırçılıqdır. Nəhayət mənim şefer kağızıma qol çəkəcəksiniz ya yox? Ver mənim həmvətənim, ver, mən sənin kağızına təcili qol çəkəcəyəm, əcəb eləyəcəyəm. Следующий. Salam aleyküm.
Biz bundan sonra belə işləyəcəyik, əcəb eləyəcəyik. Familiyam? Məmmədov, mən bir il gözləyirəm. Əcəb edirsən. Biz xahiş edirik ki, Məmmədov yoldaşı 3 metr taxta verəsiniz. Buyurun, belə. Ancaq iləri gedin. Sağ olun. Məmmədov, Bəli, mən necə direktoram? əla. Allah Allah sağlasın. İsmailov, Eşidirəm. bizdə heç olmasa orada azbest var. Azbəstə yoxdur. 2 ildən çox da vermirlər. Vermirlər, əcəb eləyirlər. Ay qız, Bəli. yanıma kim azbest üçün gəlsə, növbədən kənar burax içəri.